ADA Beynəlxalq Forumunda Almaniyalı tədqiqatçı Prezident İlham Əliyevdən soruşdu ki, İsrail və Türkiyə arasında münasibətlərin normallaşması üçün dövlətimizin təşəbbüsləri varmı? Sual əlbəttə ölkəmizin regional və beynəlxalq təhlükəsizliyə verdiyi tarixi tövbələrdən qaynaqlanırdı. Təkcə 2017-ci ildə ABŞ-Rusiya, 20-ci ildə NATO-Rusiya yüksək Çinli görüşləri ilə qlobal nizama məhz paytaxtımızda nail olmuşdular. Ölkəmizin barışdırıcı rolu ərazilərimiz işğalda olanda da qəbul edilib. Yaxın Şərq, Mərkəzi Asiya və Cənubi Qafqaz arasında iqtisadi, siyasi və təhlükəsizlik bağları məhz Bakıdan keçir. Suriyada orduları üz-üzə gələn İsrail, Türkiyənin məxfi xidmət orqanları rəhbərlərinin 2 gün əvvəl paytaxtımızda görüşü qlobal təhlükəsizlik üçün misilsiz hadisədir. Ölkəmiz Qəzzada savaşı deyil, beynəlxalq hüququ üstün tutduğu üçün hücumlara məruz qalırdı. Yahudi və Türk dünyasını toqquşdurmaq üçün Erməni, Fransa, Kanada, Hindistan və onlarla dövlət çalışır. İsraillə gərginlik Azərbaycan-Türkiyə münasibətlərinə zərbə vurmaq istəyən qüvvələrə fürsət verirdi. Dünyada antisemitizm dalğasının yüksəlişi fonunda Yahudi icmasına örnək münasibət heç də asan deyil. Qarabağın xilaskarı İlham Əliyev 2-ci Dünya müharibəsindən sonra tam və qəti qələbənin başa çatan tək savaşın qalibi kimi yeni münaqişələrin qarşısını alır. Azərbaycan İslam dünyasının ən böyük Yahudi və Xristiyan icmalarının təhlükəsiz evidir. Torpaqlarımız fərqli millətlərin və dinlərin çiyin-çiyinə şəhidliyi ilə azad olunub. İkinci Qarabağ müharibəsində qələbəmizdə İsrail silahları mühüm rol oynayıb. Azərbaycanlı Yahudi diaspor təşkilatları erməni lobbisinin dağıdıcı təsirinin qarşısını alıb. Vaşinqton Bakı ilə əlaqələrini gücləndirmək üçün İsraildən nümunə götürə bilər. Biz Ağ Evdən hərbi yardım istəmirik. Lakin tarif müharibələrində trilyon dollarlıq iqtisadi itkilərin %1 ilə bütün məcburi köçkünlərimiz doğma evlərinə qayıda bilərdi. Halbuki Şuşada Ağ Evi xalqımız özü tikir. 30 illik işğala dəstək verən sabiq Amerikalı prezidentlərin mirasına son qoymaq üçün indi tarixi fürsət yaranıb. 2003-cü ildə Qızıl Gül İnqilabının liderinə çevirdikləri Saakashvili ilə demokratiya duetinə çıxan George Bush'dan fərqli olaraq Donald Trump Azərbaycanla daha yaxın münasibətlərdə olub. Ağ Evin yeni sahibi son məktubunda prezidentimizə ehtiram və birgə işləmək çağırışını eləyib. İndiyədək heç bir ABŞ prezidenti Azərbaycana səfər eləməyib. Qonşu və uzaq dövlət rəhbərləri isə müqəddəs odu və ruhu qoca şərqdən alıblar. Bir vaxtlar Ağdam məscidinin bir parçasını ulu öndərə ad günü hədiyyəsi tək gətirən səfir Kerry Kavanaugh'un vəfadarlığı, xeyirxahlığı unudulmayıb. Ali Baş Komandanın arxitektorluğu ilə həmin azad daş öz yerinə qoyulub, Allah evi bütövlüyünə qovuşub. Ona görə də Tanrıya dua üçün azad torpaqlarımızdakı məscidlər bütün liderlərin üzünə açıqdır.